Müqəddəs kitab Zəbur kitabı 27-ci fəsil 4-cü ayədə belə deyir: Rəbdən bir arzum, bir istəyim var. Bütün ömrüm boyu Rəbbin evində yaşayım. Məbədində Rəbbin camalına baxım. Ona pərəstiş edim. Həmçinin Zəbur 16:11-də də bu sözlər yazılıb: Mənə həyat yolunu öyrədirsən. Doyunca sevinç sənin huzurundadır. Sağ əlində hər zaman səadət var. Dua edək ki, Allah bizi bir ibadət ailəsi olaraq rəqəmsal cihazlar, dünyəvi qayğılar, xırda söhbətlər ilə yayındırmağa, başqaları haqqında danışıqlara və ən vacib olan şeyə diqqət yetirmək əvəzinə, yəni Məsihin huzurunda olmaq və başqalarını onun tezliklə qayıdışına hazırlamaq əvəzinə nöqsan axtarmağa imkan verdiyimiz üçün bağışlasın.